prostat xəstəliyindən danışacağıq, hansı ki, yəni çox eşitmişəm, səhvim olsa doktorumuz düzəldəcək, kişinin ikinci ürəyi də deyirlər. Prostat əsasən yaşa uyğun böyüyən bir vəzdir. Kişilərdə olan bir vəzdir, hansı ki, bir yaşdan sonra, demək olar ki, 40 yaşdan sonra, 45 yaşdan sonra daha doğrusu böyüməsi normal ola biləcək, qəbul edə biləcəyimiz bir vəzdir. Yəni bəzən təsadüfən az hallarda da olsa bu prostat vəzi gecikmiş fazalarda prostat xərçənginə də çevrilə bilir. Hətta prostat vəzinin adenoması dediyimiz o qədər həddən artıq böyüyür ki, sidik kanalının ağzını tutur. Yəni çölə çıxma funksiyası pozulur, xəstə qloba girir, çölə çıxa bilmir, böyrəklərə qədər su yığılır, el arasında su dediyimiz sidik böyrəklərə qədər yığılır və böyrəklərə ciddi şəkildə zərərlər verə bilir. Düşünürəm ki, prostat vəzi çox önəmli bir vəzdir. Çünki gələcəkdə ata olma funksiyasının kişilərdə ən vacib funksiyalardan biri ata olmaq, nəsil artırma funksiyasıdır. Bunun üçün prostat vəzi önəmli bir vəzdir. Çünki yaranmış orada prostat mayesinin önəmli bir rolu vardır ki, yaranmış mayeni sıvılaşdırmış hala gətirərək ata olma qabiliyyətini həyata keçirir. Ona görə də prostat vəzimizi qorumalıyıq.